Düz bir adam atasını itirər, atası da qüdrətli adam olsa, güclü adam olsa, ona arxa dayaq olsa, həmişə qəmlənir ki, atamın ölən günüdür. Atam olsaydı, indi belə olmazdı. Atasını itirən, xüsusən az yaşında itirənlər bunu həyatında görür ki, atam olsaydı belə olmazdı. Onu dayaq bilir, onun nəzərini öz üzərində hiss eləyir. Atası ona güc verir, dəstək verir. Və insan özünü kimsəsiz hiss eləyir böyüksüz qalanda. Və bu ancaq az yaşlı adamlara aid deyil. Biz insanlar bu mənada elə həmişə bu xüsusiyyəti saxlayırıq, uşaqlarda olan bu xüsusiyyəti. Bizim bizi sevən böyüyə ehtiyacımız var. Bu bizim fitri tələbimizdir. Biz istəyirik ki, bir nəfər bizə diqqət ayırsın, bizə məhəbbət göstərsin. Böyük bildiyi